O nədir? O qəlyan nədir çəkirsən? Siqaret çək. Deyirəm, niyə siqaret çəkim? O siqaretdən ziyanlıdır o deyir. Az məni istəyir da demirəm, mən girişirdi. Mahnı zat qoşuram, mahnı oynayır, eləyir. Allah gic olmuşam. Mahnı qoşuram, danışırım. İmkan verməyib mahnıya da qulaq asım. Allah, pox yedim eləmişəm, nə olar? Ay, əmi, mənə nə olar, tez satdır bir dənə. Sən sağ, mən salamat da. Qurana and olsun ki, mənim o adam başımı xarab elədi də. Dedim, sənin zatına ləhnət. Heç apardı düşürdü, düzgün ünvanda da düşürməmişdi. Bir sənə deyim ki, piyada bir 10 dəqiqədə yerimişəm. Burada dedim, hə, Allah qıbrat. Bu cürət dur gedək Nazla, sən nə pox yeyirsən. Ona görə taksi vuranda baxıram adamın üzünə, görüm, bunu analiz eləyirəm. Elə o taksidəki kişilər oğlanlar da tanıyır. Xanım, siz TikTok səhifəsi yükledirsiniz. Hey Nazlı, mən sizi görürəm, canlarınıza baxıram. Neyse, Allah o daydan məni uzaq eləsin, Qurana and olsun. Həyatımın ən acılı vaxtlarını yaşadım. Bütün travmaydı, Qurana and olsun. Hələ mən bir dəfə mənə taksidən bir dəfə necə qovalamışdılar, Qurana and olsun. Taksi mən yolun qırağına düşür, dozun gedərsən. Bir dənə qoca daydı, yenə qoca daydı. Mənim qoca dayılardan yetim, hə. Mənim qoca dayılar nəsə qaralayıb mənə. Demək, gedəcəm dolğuya gedirəm, onda da. Taksim üçün qoca gəlibdi, bıyıdı. Kim atıb? Hə, qoca bir dənə dayı gəlibdi. Biz də sənə demişik, taksidə 3 nəfər idi, 3 qız idik. Hə, onlar da məndən bir yerdə çağırıb qızlarda. Neyse, bəs oturduq, mən arxada oturmuşam, bacım qabağında oturubdu falan, neyse, beləcə. Qalib deyir ki, mahnı qoşmaq olar, yox, mən pulsum işləmir, halbuki bıyıdıdır da, necə işləməsində, işləyir, pos artistiyə qoyub. Radio qoyub oydan, radioda bir dənə mahnı gedir anamıncan. Son gəlirdi də, lap da. Heç nə, bu uşaq niyə belə düşür? Ayda, niyə belə düşürsən, sən? Radyoda bir tane mahnı qoyubdu. Yuxum gəlirdi. Bəs də telefona baxırıq. Mən də TikToka baxıram da. Neyim də mahnıya qulaq asmayacam. TikTokda başımı qatıram. Ki, sən adamdan rədd olub tez satmıram. Qayıt mənə beləyə. Xanım, telefonunuzun səsini alarsın. Telefonun da səsi azda çox qoymamışam da. Telefonunuzun səsini alırım da. Mənə narahatsızlıq nə eləyir, nə mənim başım ağrıyır. Bir dənə gözdə də elində başım ağrıyır. Modumda öz yer yoxdur. Başım ağrıyır zat. Mən belə şeylərə qulaq asa bilmirəm. Xodunu alın. Müşürəm. Aldım xodunu. Gəylənzətdə gəylən çəkirdi, yox çəkmədi heç gəyləndə. Ona da icazə vermədi. Ürəyim patlayır indi. Yolda ki, sənə deyim ki, 20 dəqiqə yol göstərir hələ. Bəs təzdən TikToka baxırdım. Qayıt mənə belə, xanım, xodunu alın da. Qaçdım dedim, nə danışırsınız sizə bayaqdan, Mən sizə dedim, axı, mənim başım ağrıyır da. Bu dedi, mən dedi, bu da mənlə dirəşməyin, mənlə belə danışmayın. Qaçma, nə deyirsən, Arxadan bir dənə üstünə şığıyıram indi bunun. Deyirəm, qoşmursan sən orada mahnıvı, radiodakı mahnı sənə şeyləmir, narahatsızlıq eləmir. Mənim telefonumun səsi sənə narahatsızlıq eləyir. Harada elə bir şey yazılıb ki, taksidə telefonunuzun səsini alınacaq. Mən sizə demişdim, ay nəmnə, bu dəqiqə sənə düşürdəcəm, nəmli inəyəcəm. Qaçdım, sən kimsə nə mənə düşürsən, saxla qıraqda özüm düşürəm, vəbşə. Artisti eləyirəm mən də. Mən də dedim, yəqin saxlamayacaq. Vay, yox, yolun qırağına çək. Buradan. Düşdüm indi aşağı, bunu bir dənə söyürəm ki, buranı and olsun. Durdu belə özümə baxdı, nə deyəcək? Normal modda, ablam gəlmirsən axı, mənim mod lazım olacağında. Durdu belə vaxtı sifətimə. Dedi, nə desəm, onsuz da bu qıza çatmayacaq, girməyəcək. Lənət ki, o şeyini dedi, dayı getdi. Burana and olsun. Adı yadımda, yox var, yox, yadımda deyil. Qoca kişiydi bir dənə, Allah kişidən də bizi uzaq eləsin. Deyirəm də, qoca kişilərin hamısının başı xarabdır, Qur'anı. Lap biri əsəb olur, lap biri yanıq olur. Bir dənə normal adam çıxmayıb, mən taksidə qabağıma desin, gülsün, mırtdaşsın. Deyib gülməsin, heç belə də normal, öz işində olsun, yolunda olsun da ki, mən də ki, mahnımı qoşum, qəlyanımı çəkim. Hamısı neysə bir mız qoyur. Mənim taksimin elə bir ki, neysə bir başı xarabdır. Vurdum bütün taksiyə almış, anlamına adam gələr.
Ay nağarım, ona görə qoltuqda qoza kişilərlə axtarıram. Yəni qoza kişi buna sonra görəndə ləğv vururam. Yanqo deyir ki, bu gedişinizi də imtina etsəniz, yəni axtarma sürət edinəm nədir, o yavaşlayacaq. Deyirəm, mənim belə qoza kişi ilə yol getməkdənsə Allaha qoy gedişim yavaşlasın, normaldan tapım. Elə adamla yol getmək olmur. Sağ ol, mən getdim. Balam, sən heç bir modluq eləmirsən, ha, deyin biləsən. Belə olsa alacam modluq əlindən. Gəlirsən 5 dəqiqəlik çıxırsan. Aslanova var ya, bütün gün burada olur, canlıda olur. Mən elə mod istəyirəm bə. Bütün gün mənim canımda olur o insan. Salam. Sən gəldin, çıxdın, sonra getdin. Aslında nə bilim, yəni da bir tər başladıq da. Bir axır başladıq da. Hə, nə qaldı indi? Heç nə də. Belə uşaqlar. Başdan ayağa həyatım bok gibi gedir. Ben normal vaxtım getmiş. Ayda, işi sabitləmək istəmirəm. Alam. Az 35 min ondan oldu. Gülçandan xəbərin yoxdur, Aslanova. Yoxdur, gözü görsənmir. Cavab ver də, nəyə cavab verim ki? Can, görmürsən makyaj eləyirəm, körsən Can. Ay mama, kirpiyə yox ya, xudum mama. Ay Allah, niyə hər şey yıxılır, niyə qırıb Kimsə yatanda mənim elə bir ki, iminli o vaxt topallığım tutur, hər şeyi vırıb qırıb dağıdıram. Çok geç oldu, git sen, git. Giz, sen. Ne dersin sen, başımdan ben sen. Azərbaycan səviyyəsində söhbət eləyərik. Yaxşı Can. Bildim. Git söhbət girmişsən lan, başqa hesabında Türkçanda.